Dörd şey bədbəxtliyin əlamətidir, nişanəsidir. Birincisi, göz yaşının quruması. Göz yaşının quruması bu bədbəxtçiliyin nişanəsidir. Adam var, deyir ki, mən ağlaya bilmirəm. Əslində, o yaxşı şey deyil. Qəlb qəsavət bağlayanda göz ağlamaz. Bəli, ağlamaz. İkinci, ürəyin daşlaşması, ürəyin bərk olması. Üçüncüsü, uzun uzadı arzular. Arzulardır. Bu olsun, o alsın. O zaman ayırırsan, görürsən ki, boğulur arzuların içində. Arzuların içində boğulur. Dördüncüsü, ən nəhayət, dünyaya hərislik. Dünyaya çox məhəbbət bəsləmək olmaz. Ona görə ki, Quran-ı Kərim buyurur ki, bir zaman yevmə la yənfəun malum vəlvən. Bəli, bir zaman gələcək Əş-Şüara surəsi 88-89. Nə mal, nə övlad, heç bir şey adamın dadına çatmayacaq. İlla bir qəlbin səlim, sağlam ürəkdən başqa, təmiz ürəkdən başqa bir şey olmayacaq.